Bu teritoriyada şimal bölgesinde neçə dənə sort yayılıb? Qardaş, əsas bizim yəni keçmişdən qalmış bağlarımız Golden'dir, Golden Delicious. Star Crimson'dur. Sonra yəni ağ palmet, qırmızı palmet deyirik də bu sortlara. Artıq yeni çeşidlər gəldi. Cəmaət də xaricdən gələn sortlara üstünlük verdi. Tələbat ona olduğuna görə. Yəni qala çeşidlərdir. Qalanda bir 10 dənə, yəni ondan yuxarı da ola bilər çeşidi var. Yəni bildiklərim elə onun bilirəm ki, var. Ondan sonra Stornalit uzun müddətdir bazarda at oynadır. Neçə satılır? Stornalit belə deyim də keçən illəri hardasa 2 yarıma kimi qalxmışdı. Qalxmışdı. Düz 1 manat yarımdan 1 manat 40 qəpikdən başladı. Artıq özü yaza doğru 2 manatdan da yuxarı qalxdı. Aşağı düşmədi daha. Yox. Təzə Golden çeşidləri var. Golden Passy, Golden Delicious, Golden Render. Golden bu sweet ailəsi kimi bir şeydir. Onun içində ayrı-ayrı çeşidlər var. Yəni o da çeşidlər necə yaranıb? Golden Renders paslanmaya meyllidir. Yəni ondan sonra hibridlər təkmilləşdirib yeni çeşidlər çıxıb ortaya. Hansı belə məsləhət buna kimi? Yəni yerdən yerə asılıdır. Yəni bazarın tələbatına görə fərqlidir. Yəni cürbəcür şeylər var ki, bizdə tələbat olunan çeşidlər başqa yerdə tələbat yoxdur məsələn. Məsələn bizdən Rusiya bazarına meyvə çıxarılır. Biri deyir ki, mən göy golden istəyirəm, biri deyir sarı golden istəyirəm. Başa düşdün? Yəni bazarın dartımına uyğun olaraq meyvə yetişdirilir belə deyək.